Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və ashabihi əcma'in, əmmə ba'd. Belə bir sual var. İslamda mollalıq varmı? İslamda mollalıq varmı? Bu mollalığın, qardaşlar, çox qaranlıq bir tarixi var. Mollalıq nədir? Kimlərə deyilir? Hardan meydana gəliblər? Bunların işləri, gücləri nədir? Bunlar yenə varmı? Hansı hökumətlərdə var? Bunların hamısı ayrı-ayrı söhbətlərdir. Molla kəlməsi özü həm ərəb dilində, həm fars dilində məşhur kəlmədir. Mənası bilən demək, bilən. Savadlı adam deməkdir. Molla hörmətli adam deməkdir. Lakin baxın bu adları kimə taxıblar? İran Respublikasını mollalar idarə edir. Onlara da mollalar deyirlər. Afqanistanda, Pakistanda, həmçinin Hindistanda, Kəşmirdə din adamlarına, alimlərə də molla deyirlər. Gerçək din adamlarına molla deyirlər. Sovet hökumətindəki ölkələrdə olan, bizdə olan mollaları da nə deyirlər? Mollalar deyirlər. Allah Azze və Celle buyurur: "La telbisul haqqa bil batil və taktumul haqqa və entum ta'lamun." Siz haqqa batil libası geyindirib, haqqı gizlətməyin, bildiyiniz halda. Bu mollalar, Sovetski mollalar, SSR mollaları, batilə və yaxud da haqqa batil libası geyindirib, bildiklərini gizlətmiş təbəqələrdən sayılır əksəriyyəti. Mollalar ona görə seçilmişdi ki, Sovetski mollalar, insanlar dinə girməsin deyə, namaz qılmasınlar deyə, oruç tutmasınlar deyə, Allah'ı tanımasınlar deyə, cənnət cəhənnəmdən düşünməsinlər deyə, insanları azdırmaq üçün mollalar seçilmişdi. Yəni, elə bir informasiya, elə bir düşüncə, elə bir zehniyyət törətmişlər ki, qardaşlar, yəni, sən əgər namaz qılsan, namaz qılmağı düşünsən, Allah haqqında danışmaq istəsən, deməli, sən mollalıq istəyirsən. Ona görə mollalar monopoli işinə baxırlardı, monopoliya. Sən molla ola bilməzdin, səni məhv eləyərlərdi. Bir kənddə maksimum 3 molla, 4 molla, ən çox 6 molla. Çünki 7-ci molla gəlsə kriz düşəcək, aclıq olacaq. Xüsusən də əgər adam ölməsə, mollaların qara günüdür. Mollaların yası adam ölməyəndə olur. Mollaların toyu adam öləndə. Niyə? Çünki biz bu şeyləri görmüşük, bu şəxsləri tanıyırıq, onların etdiklərinə şahid ola böyümüşük. Mən özümü xatırlayıram, qardaşlar, bir misal çəkim sizə. İstədim ki, bilirsiniz, Xristiyan məktəbinə getmişəm. Xristiyan anlayışı görmüşük, oxuduğumuz kitablar da onu təsdiqləyirdi. Və bir gün bir dini kitab oxudum. Peyğəmbər s.ə.v-in həyatı ilə ilgili. İlk oxuduğum kitab. Çox diqqətimi çəkdi. Və düşündüm ki, bir müsəlman kimi dinimi bilməliyəm, öyrənməliyəm. Həvəs gəldi mənə. Namaz qılmaq istədim, amma öyrədən yoxdur. Namaz qılmaq istəyirəm, öyrədən tapmıram. Evdə də deməyə qorxuram, evdə də ailə üzvlərinə ki, mən namaz qılmaq istəyirəm. Çünki deyəcəklər, valla, sən məktəbdə 5'e oxuyan bir şagird, məktəbdə 5'e oxuyan bir şagird idi.
Yəni molla mı olmaq istəyirsən? Ölüm yemək istəyirsən sən? Qəbir üstə gedib pulum qazanmaq istəyirsən? Bu suallar veriləcəkdir. Ki, biz səni oxuduruq ki, gedib savadlı insan olasan, yoxsa meyit yeməkdən ötürü biz səni oxutmaq istəmirik. Namaz qılmaq istəyirəm demək, niyə çəkinirdim? Deyəcəklər ki, sən molla mı olmaq istəyirsən? Qalmışdım tərəddüd içində. Mollalarla da danışmağa cəsarət eləmirəm ki, çətin olar yəqin bu şey. Nəysə, nənəmə sirmi açdım. Allah rəhmət eləsin ona. Elhamdülillah, kəlmə şəhadət üzrə öldü. Allah həmd olsun. Nənəmə başa saldım. Dedi ki, mən səni kəndin imamının yanına apararam. Ondan xahiş eləyərik ki, hədiyə zad verərik, pul zad nə lazımdırsa, namaz qılmaq öyrətsin. Bunu heç unutmuram, qardaşlar. Zehnimdə naxış izi buraxıb bu hadisə. Biz getdik bizim kəndin baş axundunun, baş imamının yanına. Getdik, xoş gəlmişsən, safa gəlmişsən, nə istəyirsən? Mən namaz qılmaq öyrənmək istəyirdim sadəcə. Sadəcə namaz qılmaq, mollalıq hədəfim yox idi və imkan olsa Quran hərfləri. Oturduq, söhbət açılanla bu bildi ki, bizim dərdimiz nədir? Dedi ki, bu yaşda molla olmaq haramdır. Haramdır bu, sən... Çünki günahlar bilmirsən sən nədir? Savablar bilmirsən nədir? Sən haramdır bu yaşda dindar olmaq. Daha komiki nədir? Dedik, haramdır, zaddır, problem yoxdur da, bizim üzərimizədir bu. Sən öyrət. Yox, mən öyrətsəm deyil. Allah mənə bəla verir. Allah mənim ailəmi deyir, tortopol eləyər. Niyə? Çünki ayn hərfini sən çıxarda bilməyəsən. Kim Qurandan hərfi, ayn hərfini düzgün çıxarda bilməsə ağzı əyildir onun. Nənəm də mənə dedi ki, dur gedək, ağzın zadın əyilməmiş, gedək önümüzə, yenə öz işində məktəbə zada get. Ağzın zadın əyilər də oradan da çıxaq gedək. Daha pisi nə oldu, qardaşlar? Qulağım bir şey eşit. Tamam, ağzım əyilməsin, mən çıxmaq istəyirdim. Nə deyil? Molla bilirsən? Sən dədən, atan, dədən namaz qılan olub mu səndən namaz qılan olub? Baltıyı dibindən qoyur ki, sən fikirləşməyəsən. Yəni, sən atan, baba namaz qılmayıbsa ki, səndən Allah qabul eləməyəcək demək istəyir. Tamam. Ürəyi sınıq şəkildə qayıtdım evə. Amma səcdə eləməyə başladım, ruku eləməyə başladım. Və Allah bizi gətirdi bugünə. Allah bizi gətirdi, qardaşlar, bugünə. Bugün, elhamdülillah, minlərlə insan namaz qılır. Burada şahidsiniz buna. Və bugün cəmaat başa düşdü ki, namaz qılmaq mollalıq deyil. Molla hesaba çəkilən kimi axirət günü biz də hesaba çəkiləcək. Bütün insanlar hesaba çəkiləcək. Və onlardan nə tələb olunursa, bizdən də o tələb olunur. Və Allaha ibadət eləmək, Allaha qulluq eləmək hər bir müsəlmanın üzərində düşən bir vacibdir. Mollalar nə edirlər? Monopol eləmişlər, dəvəti istəmirlərdi, kimsə namaz qılsın, oruç tutsun, Allaha inansın. Ona görə bizdə deyirlər, atı istədiyi kimi çapır. Atı istədiyi kimi sürür yəni. Gündə bir şey çıxartdılar mı, qardaşlar? Çıxartmadılar mı mollalar? Başa düşdük, ölünü yüdünsə, pul götürmək istəyirsən, götür ginən. Çünki hər adam yümür, zəhməti var, götür. Ölü yemək istavkası. Ölənə kimi üstə oxunan Yasin surəsinin istavkası. Öldükdən sonra ölüyü yemək yerinə aparmağın istavkası. Ondan sonra xətim istavkası. Xətm elilər nə var? 3 gündə xətm elilər Quran-ı Kərimi. Bir səhifə oxuyanda 30 səhifə birdən açırlar. 30 səhifə, 40 səhifə. Nə təl gəldi açırlar. Halbuki düzgün oxusalar, 3 günün içində yarım cüz Quran oxuya bilmirlər. Mən görmüşəm bunları. Yapışdırıblar Quranın səhifələrini ki, belə eləndə hamısı açılmasın. Optavoy getsin vərəklər. Çoxlu. Fikir ver, nətər alladılar adamı. Sonra apardım, dəfn elədim, başını buraxmırlar. Hara qaçırsan? Hani biz oxumalıyıq qabrın üstündə,
qalxıb zikr eləməliyik. Fikir vermişsiniz, nə zikr eləyirlər? Mən bu keçən illərdə bir qardaşın qohumu dünyasını dəyişmişdi. Cənazəyə qatıldım özüm, qabr üstə gedənə kimi. Zikr eləm, zikr eləm. Zikirdə hər ölümün üstə eləmirlər, zakaz lazımdır. Bir 100 zakaz verirsən, addelini qalxıb zikr eləməlidir. Nə eləyirlər zikr? Əstağfirullah, əstağfirullah. Sən özünə istiğfar. Qəbrin üstə durub deyir, Allah məni bağışla, Allah məni bağışla. Özünü işləyir adam. Ölü ilə heç əlaqəsi yox. Əstağfirullah, əstağfirullah. La ilahe illallah, əstağfirullah. Baxın. Bununla da qutarmır. Hər adını evinə gəlməlidir, sənin oxumalıdır. Pulun yoxdur mu? Toğu götürüb aparacaq. Problem yoxdur, nisiyədə yazılır. Bizə un da gətirərsən, nə bilim, qarpız gətiyi ilə, kələm gətiyi ilə, yoxdur, toxdan zaddan ver. Yəni, əvəz ödəşərik. Heç narahat olma. Daha bərbatı nədir? Qavr üstəki yığılırlar Quran oxumağa. Baxırsan, 4 molla, 5 molla birdən girir, divjeniyadır. Qaşırlar bu, buraya girir qavra. O, təzə ölmüş adamların qavrına gedirlər ki. Çünki orada çoxdur, stavka. Həm də oxudanlar da çoxdur. Bir 5-6 ilin ölmüşlərində bir-iki adam oxudur. Həm də qəbirdə tikənzad olur, belə çox hərəkət elə bilmirlər. Asfalt olan yerlərdə gəzirlər. Bir də görürsən, ikisi gəlir bir qavrın üstə. Məsələn, bu bunu tutub gətirir ki, bu doxu ilə gəl, gör orada naparnik var. Onu çıxart, mən ondan sonra gedəcəm. Onu çıxart çölə. Buna da daha pisi nədir? Gör, usbet eləyə bilmir, o daha çox tez-tez oxuyur, yaşlıdır, oturur, deyir, bura bax. Kim oxuduğunu siyahdan yazdırsın buraya. Siyah. Ad familiyanı yaz, gət buraya pulu ver. Ad familiyanı yaz, 50 adam, deyir, axırda oktavı oxuyacam hamıya. Pulu yığandan sonra kağızı atıb, deyə getdim mən. Daha pisi nədir? Daha pisi nədir? Mollaların fırıldaqları, Sovetski mollalar. Bizdə yoxdur, əlhamdülillah, amma başqa yerdə işləmişəm var. Sabah tutaq qavr üstü günüdür, öləyə Quran oxumağa getmə. Yekə bir dənə qamer nasosla, bir dənə təkər, maşın kameri doldururlar, ağzında da qalbaq. Yekə, qasem sot zil kameri. Biri 06 kameri ilə gəlir, biri bilis kameri ilə, biri qasem sot. Yəni, hərə bir kamer ilə gəlir. Niyə? Çünki oxumaq vaxt aparır. Nə oxumaq istəyir? Fatihə mi? Gətirdən akib çıxır, hava bağlayır. Nədən olur bu? Hava nədir? Axşamın içində Yasin oxumuşam. Mən xətm eləmişəm. Mənim nəfəsimdir. Yasin oxu biraz çox buraxır havaya. Və qavrarın üstə fısıldadı əzizlər qameri. Problem bilirsiniz, qardaşlar. Bunlar bu xurafata insanları inandırıblar. Bəzilər ki, amma ola biraz çox bırax, amma ola biraz şeylər, mən çoxdandır, 2 ildir gəlmirəm, biraz artır, biraz artır. Bir nəfər danışır, deyir mollaya, dedim ki, bir dənə Quran oxu, bir dənə Quran oxumaq, məsələn 5 var. Oxudu, xatm elədi, baxdım ki, xırda yoxdur, üstümdə dolardı sadəcə. Amma Allah, axşam həll eləyərik dolardı. Çıxart xırdalayıram. Çıxart xırdalayacam dolar. Kursu bu qədərdir. Baxın, qardaşlar, vəziyyət belədir. Amma görəsən, hər molla adını daşıyan belə idimi? Xeyr, hər molla daşıyan elə deyil. Bizim kənddə bilirsiniz, İdris adına molla olub. O, nə kiməsə duaya yazmaq və yaxud da xurafat eləmək, belə şeylər zad yox idi. O insan gerçəkdən çalışıb ki, insanlara nəyisə başa salsın. Lakin ona belə olduğuna görə, hökumət izin vermədiyinə görə tez gözdən salıblar. O bandit tayfalarını iləri çəkiblər. Onlar da atı minib istədilər kim çapılaba budur. Allah həmd olsun ki, Allah Azze və Cəllə hidayət elədi bizləri, haqqı göstərdi. Allah Teala həmd olsun ki, bugün bir çox ölkələrdə İslam dini artıq anlaşılır, başa düşülür. Müsəlmanlar öz vəzifələrini bilir. Allah hamımızı sabit eləsin. Amin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmaîn.